Baxaq suala. Deməli, birinci sualda deyilir, kütləsi 4 kiloqram olan cisim V sürəti ilə hərəkət edərkən impulsu 60 kiloqram vurulsun metr bölək saniyə olur. Buna əsasən cismin sürətini tapın. Deməli, biz bilirik ki, cismin impulsu, yəni düstur olaraq P bərabərdir mV'dir. Mən sürəti tapsam necə taparam? P bölünsün V M. bərabərdir P bölünsün M. Ay sağ olun. 60-ı bölərəm 4-ə, alaram nə 15. qədər? 15 metr böl saniyə. Cavab olur C variantı. Keçək ikinci sual. Deməli, ikinci sualda bizə nə deyilir? Deyilir ki, sürət zaman qrafiki şəkildəki kimi olan cismin birinci və ikinci aralıqlarda impulsu necə dəyişir? Baxın, müəllimlər, sürət zaman qrafiki veriləndə elə o impuls zaman qrafiki də demək olar. Çünki cismin sürəti necədirsə, impulsu da o cür dəyişir. Yəni sürət necə özünü aparırsa, impuls da özünü o şəkildə aparır. Onda burada müəllimə azalar dəyişməz olar da. Ay sağ olun. Baxın, görürsünüz. Deməli, azalar getdikcə sürət Dəyişməz. azalır. Amma burada sürət nə edir? Dəyişmir. Yəni V bərabər konstantdır. Konstantdır. Ona görə də cavab olacaq B variantı. Baxaq üçüncü suala. Üçüncü sualda nə deyir? Deyir, impuls zaman qrafikləri şəkildəki kimi olan K və L cisimlərinin kütlələri MK və ML-dir. Buna əsasən cisimlərin kütlələrinin nisbətini tapın. Deməli, cisimlərin kütlələrinin nisbətini tapmaq üçün mən birinci müəyyən eləməliyəm. Nəyi? Yəni, baxıram ki, L cisminin sürəti 2V olanda impulsu nə qədər olur? P qədər. Düzdür. Aha. Və baxıram ki, K cisminin sürəti V olanda impulsu olub 2P. Düzdür. Bunları müəyyən elədim. İndi mən buna əsasən düsturu yazmalıyam. Gəlin, L cismi üçün yazaq. PL bərabərdir. ML vurulsun. Sürət nə qədərdir? 2V. Yazdım yerinə. Bəs K cismi üçün nə yazmalıyam? Yazıram 2P P, daha doğrusu buna L yazmayaq da, bu elə P'dir. 2P bərabərdir MK vurulsun. Sürət nə qədərdir? V'dir. İndi mənə deyir ki, MK-nın ML-ə olan nisbətini tap. MK-nın ML-ə olan nisbəti. Nisbəti tapmaq üçün mən bu ifadələrin nisbətini yazmalıyam. Nisbət götürməliyəm, daha doğrusu. İndi gəlin tapaq buradan ML-i. ML nəyə bərabərdir? P bölünsün 2V-yə. MK nəyə bərabərdir? 2P bölünsün V-yə. İndi nisbətləri yazaq. MK-nın ML-ə olan nisbəti MK nə qədər idi? 2P bölünsün V idi. Bəs ML nə qədər idi? P bölünsün 2V idi. Baxın, bu P-lər getdi ixtisar. V-lər də getdi ixtisar. Deməli, bunun məxrəci də qalxdı, bunun sürətinə vuruldu. Oldu 4. Dörddür. Cavab oldu D variantı. Baxaq dördüncü suala. Kütləsi 4 kiloqram olan cismin sürəti 10 metr böl saniyədir. Buna əsasən cismin impulsunun modulunu hesablayın. 40 da basatdır. Bəli, bu da ən sadədir. 40-dır. Çünki kütləni M-ni vurdunuz nəyə? MV. P bərabərdir MV. Ay sağ olun. MV. M-i vurdunuz V-yə oldu 40. Keçək növbəti suala. 5-ci sual. 5-ci sualda bizə deyilir ki, 20 metr böl saniyə. Burada V-ni tapacağıq. V bərabərdir P bölünsün M-ə. Yoxsa sürəti soruşur? Sən V-ni soruşur, bəli. Cismin impulsunun modulu deyir nə qədər olar. Kütləni də soruşur. Sürəti soruşur da mənə. Kütləni verib, impulsu verib, sürəti soruşur. V bərabərdir P bölünsün M-ə. İmpulsu soruşur axı. Deyir ki, cismin impulsunun modulu nə qədər olar? Hansına baxırıq müəllimə? Mən hansına baxdığım? 5-ciyə baxırıq. Hə, mən bu tərəfə baxıram. Üzrlü sayın. Hə.
Deməli, 20 metr böl saniyə sürətlə şaquli yuxarıya doğru atılan cismin 1 saniyə sonra impulsunun modulu 40 olur. Yəni 40 kiloqram vuraq metr bölə saniyə. Buna əsasən atıldıqdan 3 saniyə sonra cismin impulsunun modulu nə qədər olar? Baxın, müəllimlər, deməli 1 saniyə sonra bu cismin mən nəyini tapmalıyam? Sürətini tapmalıyam. Bəli. Sürətinə uyğun da kütləsini müəyyən eləməliyəm. İndi necə taparam? Necə yazaram? Deməli, bu cisim 20 metr böl saniyə sürətlə atılıb yuxarı və 1 saniyə sonra impulsu olub 40. İndi gəlin bu cismin birinci kütləsini tapaq. 1 saniyə keçəndən sonra bu 20 ilə atılmışdısa bu cisim. 1 saniyə keçəndən sonra onun sürəti nə qədər olar sizcə? 20 ilə Bir düşərsə saniyədə 1 saniyədə 10 düşər. 10'dur da 30 olacaq. Niyə? Axı yuxarı qalxır, şaquli yuxarı atılır. Getdikcə sürəti azalır. Bu nöqtədə olacaq sürəti 0. Yəni yuxarı atılıbdı. Bəli, hə. Azalacaq. Deməli, 2 saniyə qalxma müddəti var. Yəni 1 saniyə, 2 saniyə. 2 saniyə, 1 saniyə keçəndə olacaq sürəti 10. 2 saniyə gəlib keçəndə olacaq sürəti 0. İndi baxın, bu 10'u bu şəkildə də yaza bilərsiniz. V bərabərdir. V0 çıxılsın JT düsturuna əsasən də yaza bilərsiniz. Buradan alarsınız ki, V0'ımız bizim 20'dir. 10 vurulsun zaman 1 saniyədir. Bəli, elə 1 saniyədə cismin sürəti 10 metr böl saniyədir. Cismin kütləsini tapa bilərəm, tapa bilərəm. Necə taparam? Yazaram P bərabərdir MV. Düzdür? İndi V-ni tapdım. Daha doğrusu impulsum 40'dır. Kütləni bilmirəm. V-ni də tapdım ki, 10 metr böl saniyədir. Deməli, kütlə nə qədər imiş? M bərabərdir 4 kiloqram. Düzdür? Kütləni tapdım. İndi kütləni tapandan sonra mənə deyir ki, 3 saniyə sonra cismin impulsunun modulu nə qədərdir? Baxın, müəllimlər, 3 saniyə sonra bu cisim 2 saniyə yuxarı qalxacaq, 1 saniyədə aşağı inəcək. Baxın, elə bu 1 saniyə aşağı endiyi müddətdə onun sürəti yenə 10 olacaq. Niyə? Çünki cisim eyni hündürlükdə, eyni sürətə malikdir. Deməli, 3 saniyə keçəndə də artıq olacaq 10. Onun sürətini necə tapmaq lazımdır? Düsturla yazsaq belə yazarıq yenə. V0 çıxaq JT bərabərdir. Başlanğıc sürət 20'dir. Çıxaq 3 saniyə keçir. 10 vurulsun 3 bərabərdir. Mənfi 10 aldım. Düzdürmü? Mənfi 10 o deməkdir ki, burada cismin sürəti yuxarı yönəlmişdir. Amma burada cismin sürəti əksə yönəlir, aşağı yönəlir. Ona görə mənfi alınır. Yəni, Y oxunun əksinə hərəkətdir. İndi burada cismin impulsu nəyə bərabər olar? Yenə P bərabərdir MV-dən, kütlə 4'dür. Sürəti də tapdım 10'dur. Yenə də aldım nə qədər imiş? 40 kiloqram vurulsun metr, bölünsün saniyə. Cavab olur A variantı. Mənfi 40 deyim, modul deyiciliyinə görə müsbət götürülür. Bəli, bəli. Mənfi 40, əgər proyeksiya ilə soruşsaydı, daha doğrusu, impuls bilirik də, vektorial kəmiyyətdir. O istiqaməti də nəzərə almalıyıq. Amma orada artıq modul dediyi üçün biz onda onun ədədi qiymətini götürürük. Bu biraz çətin sual idi. Baxaq 6-cı suala. 6-cı sualda nə deyir bizə? Deyir, kütləsi 3 kiloqram olan cismin sürəti 12 metr böl saniyədən 20 metr böl saniyəyə qədər artarsa, impuls dəyişməsinin modulu nə qədər olar? Müəllimlər, impuls dəyişməsi nə deməkdir? Baxın, impuls dəyişməsi həm F vurulsun T şəklində yazaram, qüvvə impulsu deyilsə. Həm də Və yaxud da ki, delta P bərabər MV0. Bu şəkildə də yaza bilərik. Bu da mənə impuls dəyişməsi verir də. Yəni, elə bilin ki, P1'in çıxılsın P0'ı. Mən verim ki, M vurulsun, V çıxılsın V0 yaza bilərik də mötərizədə. Bəli. İndi onu gətirmək istəyirəm. Deməli, onda mən impuls dəyişməsinin modulunu tapmaq istəsəm,
Belə yaza bilərəm. M-V çıxılsın V0. 8 vurulsun 3, o da 24 eləyir. 3 vurulsun. 20-dən də çıxmalıyam 12-ni. 12-ni 8 eləyir, o da 24. 8 o da eləyir 24. Cavab oldu D variantı. Müəllim, bu düsturda artarsa dedi, minus qoyduq da. Bəs azalarsa desə, onda plus qoyardıq. Hansı düsturda? Bayaqki düsturda delta P bərabərdir. MV çıx, MV 0 yazdığı artarsa deyir də. Bəs İndi baxın, 12-dən 20-yə Dən qədər 50-yə gəlib də müəllim artmağı onu deyir. 20-dən 12-ni çıxmalısınız da. Amma sizə desəydi ki, məsələn 20-dən 12-yə gəlibdir, onda da artır deməyəcəkdi də. Deyəcəkdi ki, 20-dən 12-yə azalıbdır. Yenə siz 20-dən 12 çıxacaqsınız. Ha, yenə çıxmadı. Hə. Baxaq 7-ci suala. Deməli, 7-ci sualda nə deyir bizə? Deyir, cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Buna əsasən cismin impulsunun proyeksiyasının zamandan asıllıq qrafikini təyin edir. Baxın, müəllimlər, cismə təsir edən qüvvələrin əvəzləyicisi əgər sıfıra bərabərdirsə, onda bu cisim necə hərəkət eləyir? Düz xəttli bərabər sürətli. Ay, sağ olun. Düz xəttli bərabər sürətli. Düz xəttli bərabər sürətli hərəkətdə deməli əvəzləyici qüvvə nəyə bərabərdir? Sıfıra. Düz xəttli bərabər sürətli hərəkətdə sürət nəyə bərabərdir? Qrafiki necədir? Bu B variantı, düz xəttli bərabər A variantında. Sürətin qrafiki necədir? Sürət özünü necə aparır? İmpuls ilə aparır özünü. Beydəki kimi. Ay, sağ olun. Sürət sabitdir da, konstant. Sürətin ədədi qiymətinin istiqaməti dəyişmir. Deməli, onda impuls özünü necə aparacaq? B variantındakı kimi. Baxaq 8-ci suala. Nə deyir 8-də bizə? Deyir, cismin çevrə üzrə dövr etmə periodu 4 saniyədir. A nöqtəsini keçdikdən sonra 7-ci saniyənin əvvəlində cismin impulsu hansı istiqamətə yönələr? Baxın, deməli, cisim özdə necə hərəkət edir? Saat əqrəbinin əksinə hərəkət edir. Baxın, bu istiqamətdə. Düzdürmü? Yuxarıya doğru. Saat əqrəbinin əksinə özdə bu cismin periodu 4 saniyədir. 4 saniyə olanda, deməli, bu cismin çevrəni 4 yerə bölürəm. Hər bir hissəni bu cisim 1 saniyəyə gedir. Tam periyod tamamlanması üçün 4 saniyə olmalıdır. İndi mənim cismim A nöqtəsini başlayıb, A nöqtəsini keçdikdən sonra, təkrar bir də A nöqtəsinə gələndə 4 saniyə tamam olur. Bəs 7-ci saniyənin əvvəli deyir. 7-ci saniyənin əvvəli, müəllimlər, 6-cı saniyə deməkdir. Amma 7-ci saniyənin sonu desəydi, o elə 7-ci saniyə deməkdir. Bunu anladıqmı bu hissəni? 7-ci saniyənin əvvəli deyəndə... Onda A variantı olacaq müəllimə. Bəli. Deməli, fırlanıb gələcək. Gəlib bu hissədə hansı hissədə? Yuxarıda duracaq. İstiqamət 6-cı saniyədə. 6-cı saniyədə sürətin istiqaməti hansıdır? Sola doğru. A variantı. Deməli, onda da bəli, impulsun istiqaməti də sola doğru olacaq. Baxaq. Deməli, 7-ci saniyənin əvvəli deyəndə 6-cı saniyəyə düşür də, əvvəldirsə. Bəli. Bütün, məsələn, desə 5-ci saniyənin əvvəli və yaxud 4-cü saniyənin əvvəli, onda da 4-cü saniyə, 5-ci saniyə götürmürsünüz. Məsələn, 5-ci saniyənin əvvəli, deməli 4-cü saniyədir. Müəllim, onda desə 5-ci saniyənin sonu, 6-cı saniyənin əvvəlini götürə bilərik. 5-ci saniyənin sonu yox, 5-ci saniyənin sonu ilə 5-ci saniyədir. 5-ci saniyəni götürə bilmərik. Bəli. 5-ci saniyənin əvvəli artıq 4-cü saniyədir. Yəni, çevrə üzrə hərəkətdə bu belə. Anladım. Baxaq 9-a.
Kütlələri M və 3M olan iki cisimdən ibarət sistemin impulsunun modulunu hesablayın. Baxın müəllimlər, bir var sistemin impulsu, bir var nəzərən impuls. Məsələn, bu cismə nəzərən impulsunu tapın. O ayrıdır, sistemin impulsuna sistem kimi baxır. Necə baxır? Əgər impulslar eyni istiqamətlidirsə, səsi bağlayaq. Toplanacaq. Əks istiqamətində böyükdən balacanı çıxırıq da. Aha, deməli, əgər sistemin impulsunu tapanda eyni istiqamətlidirsə, toplayırıq, əks istiqamətli olanda artıq Burada MV eləyəcək də, MV eləyəcək. Aha, deməli, bunun impulsu nə qədərdir? MV qədər. Bəs bunun impulsu nə qədərdir? Bu cismin impulsu. 4V vurulsun 3M-dən 12M 12. qədər. Düzdürmü? Hə, 12. Burada bu sistemin impulsunu tapsın. 11 Sistemin impulsu. 12 MV çıxılsın. MV o da eləyir 11 MV. X-oxu seçsəm, X-oxu seçsəm. Birinci deməli seçdiyim X-oxuna nəzərən baxıram. MV X-oxu istiqamətindədirsə, MV müsbət olacaq. Seçdiyim oxu nəzərən. Deməli, onda 12 MV nə olacaq? Onun əksinə. Çıxaq 12 MV. Və mən alıram burada mənfi 11 MV. Düzdürmü? Məndən də impulsun modulunu soruşduğu üçün bunun modulda mənə verəcək nə? 11 MV. Cavab olacaq D variantı. Baxaq 10-cu suala. 10-cu sualda nə deyir? Deyir, kütləsi 500 qram olan cismin hərəkət tənliyi x bərabər 8 çıxaq 6t kvadratı şəklindədir. Buna əsasən 5-ci saniyənin sonunda, baxın nə dedi? Dedi 5-ci saniyənin sonunda cismin impulsunun proyeksiyasını müəyyən edin. Artıq proyeksiyanı mən müəyyən edirəmsə, deməli mənfidirsə mənfi yazmalıyam, müsbətdirsə müsbət. Çünki impuls özü vektorial kəmiyyətdir. İndi gəlin birinci nə yazaq? Gəlin birinci sürəti tapaq. Düzdürmü? Sürəti tapmaq üçün mən nə etməliyəm? Sürəti tapmaq Birinci üçün. buradan V-ni tapmalıyıq da. Bəli, koordinatdan törəmə almalıyam. Düzdürmü? Koordinatın zamana görə törəməsi mənə verir sürəti. İndi mən deməli 8 çıxılsın. 6t kvadratından almalıyam törəmə. Və buradan da alıram 12t. Düzdür. 12t'ni aldım. İndi mən neçənci saniyə demişdi? 5-ci saniyə. Düzdür. 5-ci saniyədə gətirin bunun sürətini tapın. Yəni bu zamanı yerdə nə yazmalıyam? 5 yazmalıyam. Yəni 12 vurulsun 5-dən. Aldım nə qədər? Amma mənfini nəzərə almalıyam da. Mənfi var axı burada qarşıda. Mənfi 60. Düzdürmü? İndi məndən soruşur nə? İmpulsun proyeksiyası. İmpulsun proyeksiyası nədir? MV. 500 qram nə deməkdir? 0,5 kiloqram. Yəni 0,5 kiloqramı vurmalıyam mənfi 60-a. Çünki proyeksiyasını tapıram. Bu da mənə verəcək mənfi 30. Cavab olacaq B variantı. Kiloqram vurulsun, metr bölək saniyə. Vahidini yazmaq. Baxaq 11-ə. 11 asandır. Çevrə üzrə hərəkətdə uyğunluğu müəyyən edəcəksiniz. Demək bizə deyir ki, kütləsi M olan cisim ipin ucuna bağlanaraq üfüqi müstəvidə V sürəti ilə çevrə üzrə bərabər sürətlə fırladılır. İndi bizə verilən bu zaman müddətlərində biz impuls dəyişmələrini təyin etməliyik. Mən sizə demişdim, izahda da var idi. Deməli, impuls dəyişmələrini biz necə müəyyən edirik? Zaman, yəni periodun hansı hissəsidir? Ona əsasən müəyyən eləməliyik. Deməli, ki, MV idi. Impuls dəyişməsi əgər
T-də olar, yəni perioda bərabər olarsa zaman, yəni bir dövr tam edib gəlib yenə əvvəlki vəziyyətinə. İmpulsun dəyişməsi nə olar onda? İmpuls dəyişməsi elə olduğu kimi qalır. Yəni 1-ə olacaq 1. 2T bölünsün 2-dir. Yəni mənim cismim gəlib periodun yarısına bərabər olan müddətə burada. Burada mənim impuls dəyişməm nə olacaq? 2M. Kökəltdəki. Çünki Yox, sürət şey nə olur? Sürət 2V olur, sürət dəyişməsi. Delta V 2V olanda artıq impuls dəyişməsi də, yəni delta P də olacaq nə qədər? 2M. Deməli, 2-yə uyğun gələcək C variantı. üçüncüdə kökəltdəki. Aha, 4-də 3-dürsə, ay sağ olun. Gəldi bu hissədə sürət dəyişməsi nə olur? Delta V bərabərdir V kökdə 2 olursa, Evi kökəltdəki. aha, olacaq delta P bərabərdir MV kök altında 2. Olacaq nə? Cavablara baxaq. 1-ə B, 2-yə C, 3-ə də E. Cavab olur B variantı. Baxaq 12-yə. Hərəkət tənlikləri verilmiş, hansı cismin impulsu dəyişməz? Hansı cismin impulsu dəyişmir? Müəllimlər, yadınızda saxlayın. Sürət əgər dəyişmirsə, impuls dəyişmir. Yəni, cisim bərabər sürətli hərəkət etməlidir ki, onun impulsu dəyişməsin. Yəni, mən bu hərəkətlərin içərisində düz xətli bərabər sürətli hərəkətin tənliyini axtarmalıyam. Birinci A-ya baxıram. A təcilli hərəkətdir. Burada olmaz. B də təcillidir. D də təcillidir. A sağ olun. Y də təcillidir. Cavab olacaq nə? C variantı. Baxaq 13-də. 13-də nə deyir bizə? Deyir, yer səthindən P0 başlanğıc impulsla şaquli yuxarı atılmış cismin qalxma müddəti hansı ifadə ilə təyin olunur? Deməli, müəllimlər, burada necə yazırıq? Yazırıq qalxma müddətinin düsturunu. Biz o düsturu bilirik. Düzdür. T qalxma müddəti nəyə bərabər idi? V0 bölünsün. J. 2G. Yoxsa G. V0-ın yerinə də mən impulsla əvəz etməliyəm. Yəni, P bərabərdir MV0. Düzdürmü? İndi buradan da mən V0-ı tapsam, bərabərdir. P0 bölünsün M olur. Düzdür. Gətirib onu burada düzdür yerinə yazıram. P0 bölünsün M bax J. Hansı düzdür olur? C variantıdır, C variantı. Keçək 14-cü sual. 14-də bizə deyir, Euler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Demək, baxaq. Deməli, bizə 2 tənlik verilib, uyğun bəndləri qeyd etməliyik. Gəlin qeyd edək. Deməli, birinci baxırıq, birinci tənlikdə 8 çıxılsın 2T-dirsə, deməli, hər bir impuls özünü necə aparırsa, sürət də özünü o şəkildə aparır. Özdə sürəti, özdə kütlələri eynidir, 2 kiloqramdır. 2 kiloqramdırsa, impulsu neynəməliyəm? Bu şəkildə yaza bilərəm də, sürət tənliyinə də çevirə bilərəm. Deməli, 2-ni çıxartsam mötərizə xaricinə, birinci düsturda, 2-ni mötərizə xaricinə çıxarsam, onda olur 2. Birinci düsturda 2 çıxılsın, 4 çıxaq T. Düzdür, birinci B olur. Bu P2, birinci halda. İkinci haldakı olan, daha doğrusu, P. İkinci halda olanda isə yenə olur. 2-ni çıxarsam mötərizə xaricinə, 4 üstə gələk. Və kütləsi 2 kiloqramdırsa, impulsdan sürətə keçsəm, kütləyə bölməliyəm. Düzdürmü? Yazmalıyam, P bölünsün, M olmalıdır ki, mənə sürəti versin. İndi mən hər tərəfi 2-yə bölsəm, bunu da 2-yə bölsəm, bunu da 2-yə bölsəm, onda sürəti necə alıram? Birincinin sürətini alıram ki,
4 çıxaq T. İkincinin sürətini alıram nə? 4 üstə gələk. Artıq mən sürət tənliyinə keçdiyim üçün bu cisimlərin necə hərəkət etdiyini tapa bilərəm. İndi bizə deyir, birinci bərabər yeyinləşən hərəkət edir. Hansıdır bərabər yeyinləşən hərəkət edir? Aha, ikincidir. Budur, düzdür. Çünki bərabər yeyinləşən hərəkət edir. Sürət getdikcə artır. Deməli, 1-ə gəldi, 2-yə gəldi 1. Bərabər yavaşlayan hərəkət edir. Bu birinci var. Birinci olacaq bərabər yavaşlayan hərəkət edir. 2 gəldi bura. Sonra deyir ki, ikinci saniyənin sonunda sürətin modulu 6 metr böl saniyədir. İkinci saniyənin sonu deyəndə, elə yəni ikinci saniyə. Gətirib bu zamanın yerinə 2 saniyə yazmalısın. Zamanın yerinə 2 saniyə yazsaz, V1-də olacaq 4 çıxar. V2-də olacaq nə? 4 üstə gələk. 6. Hansında oldu? İkincidə. Deməli, buna gələcək, 3 gələcək bura, 2-yə. Deyir, bizə ikinci saniyənin sonunda sürətin modulu 2 metr böl saniyədir. 2 metr böl saniyə hansında oldu? Birincidə. Deməli, 4 də gələcək bura. Deyir, təsir edən qüvvənin modulu 2 Newtondur. Qüvvənin modulunu tapmaq üçün müəllimlər impulsdan törəmə almalıyam. İmpulsdan törəmə alanda mən alıram ki, burada olur -2, buradan da impulsdan törəmə alsam, burada da olur -2. Məndən də təsir edən qüvvənin modulunu soruşduğu üçün, yəni ədəd hər ikisi üçün də 2-dir. Bəli, 3 də gəlir, 3-ə də gəlir 5. Olur 2, 4, daha doğrusu 1, 3, 2, 4, 1, 3, 3'e de 5. Cevap olur A variantı. Sonra baxaq 15'e. 15'te nə deyir bizə? Deyir ki, şəkildəki X və Y cisimləri sərbəst buraxılır. Bir müddət sonra Y-in impulsu P olarsa, X-in impulsu nə qədər olar? Deməli, müəllimlər, X-in impulsunu soruşur bizdən. Y-in impulsu bizə verilir. Deməli, bu cisimlər sərbəst buraxılırsa, necə hərəkət eləyər sizcə? Hansı istiqamətə hərəkət eləyər? Mən birinci bir hərəkətin istiqamətini müəyyən eləyim. Düzdürmü? Deməli, bir müddət... Aha. Y 3M çox olar, yoxsa M çox olar? Hara gedər? 3MX. Deməli, belə hərəkət edəcək də. Yəni, Bəli. Aşağıdan yuxarıya doğru. Ay, sağ olun. İndi burada bizə deyir ki, Y-in impulsu olur P. Y-in impulsu P-dirsə, gəlin onu müəyyən edək. Bu tərpənməz blok olduğu üçün ipin, yəni buradakı sürətlər eynidir. V olacaq sürəti. Deməli, onda Y-in impulsunu yazaram. M vuraq V. Buna mənə nə deyir? Deyir ki, bu P qədərdir. Düzdür. İndi məndən X-in impulsunu soruşur. X-in impulsunu tapmaq üçün nə etməliyəm? 3M-i vurmalıyam nəyə? Yenə V-yə. Niyə? Tərpənməz blokda sürət dəyişmir. Eyni sürətlə hərəkət edir bunlar. Bu da olur 3MV. Deməli, MV P olduğunda 3MV nə olacaq? 3P. Düzdür? 3P. Amma necə 3P? Müsbət yoxsa mənfi? Sizcə Mənfi. olacaq. Niyə mənfi olur? Çünki bu V sürətindən Bəli. Hərəkət istiqamətinin əksidir. Bəli, aşağı enir. Ona görə olacaq mənfi 3P. Cavab olacaq C variantı. Baxaq 16-ya. 16-da bizə nə deyir? Deyir, impulsun zamandan asıllıq qrafikləri şəkildəki kimi X və Y cisimlərinin kütlələri M və 2M'dir. Təcillərin modulu isə AX və AY-dir.
Buna əsasən x və y cisimlərinin təcillərinin, modullarının nisbətini tapın. Deməli, müəllimlər, biz birinci impuls zaman qrafikindən sürət zaman qrafikinə keçə bilərik. İstəsək keçə bilərik, istəsək də elə orada sürətləri də tapa bilərik. Necə istəsək. Gəlin, elə qrafikə keçək. Deməli, kütlələri nə qədərdir? Birininki x-inki m-dir, y-inki də 2m-dir. Bu m-dir, bu da 2m. Sürət zaman qrafikinə keçəndə verilən impulsu, baxın, bu kütləyə bölmək lazımdır. İndi birinci başlanğıc impuls hardadır? P-də. P-ni mən bölməliyəm nəyə? M-ə. P-M nisbətinə bir V deyirəm. İndi baxıram növbəti halda, deyək ki, bu hissəyə, yəni kəsişmə nöqtəsi, T-də kəsişmə nöqtəsi budur. İndi buna baxıram. Deməli, burada olur 3P bölünsün M. 3PM bölünsün M-də olacaq 3V. Deməli, sürət zaman qrafikini qursam, onda belə yazacağım. V-nin T-dən asılılığı. Deməli, X cismi üçün V-dən 3V-yə gəlir. 3V-yə T zaman müddətində. Deməli, T zaman müddətində. Yəni, bu zaman müddətdə. Olub T zaman müddətində. İndi bunu müəyyən elədik. İndi gəlin Y cismi üçün tapaq. Y cismi üçün necə taparıq? Y cismi üçün də birinci, elə mən qiymət tapmalıyam ki, həmin qiymət artıq zamanın müəyyən bir qiymətində kəsişmə nöqtəsi olsun. Yəni, kəsişmə yeri olsun. Deməli, belə yazaq onda. Y üçündə. Gəlin buradan qeyd eləyək və 2T-dən qeyd eləyək. 2T-də bu olub P. Amma müəyyən T anında artıq 0 qiymətinə malikdir. P0-ı 0-dır. 0-dan başlayıb. Yəni, başlanğıc koordinatdan başlayıb. Hər hansı bir başlanğıc koordinatdan. Yəni, 0 koordinatdan. 0-dan başlayıb hərəkət eləyib. Amma artıq onu deməli, impulsunu yazsam, belə yazıram. Üzr istəyirəm, müəllimlər. Deməli, nə yazmalıyıq burada? Artıq Y cisminin də sürətini yazsaq, impulsu nə qədərdir? P qədər, bölünsün kütləsi nə qədərdir? 2M qədər. Deməli, bunun sürəti də olacaq V bölünsün 2. Amma başlanğıc bir sürətdən başlayacaq. Ona görə də bu hissəni belə silsəm, tam dəqiq bir qrafik çəksəm, onda deməli belə olacaq. Və burada bu 2T-dən gələcək hara? V bölünsün 2-yə. Artıq sürətləri bildim. Sürət qrafikinə keçdim. İndi mən təcili tapa bilərəm. Birinci cisim üçün təcili tapsam, AX üçün təcili tapsam, yazıram. AX bərabərdir. Son sürəti 3V, başlanğıc sürəti V, bölünsün zaman nə qədər? Zaman T. Deməli, olacaq nə qədər? 2V bölünsün T. Bunu tapdım. İndi V bölünsün T'yə də mən bir A desəm, bunun onda təcili olacaq 2A. AY-in sürətini, başlanğıc sürəti 0-dır, 0-dan başlayıb. 2T anında sürəti nə qədər oldu? V bölünsün 2. Deməli, V bölünsün 2 V bölünsün 2 bölünsün 2T.
bərabərdir. Biz hardasa səhv elədik müəllimlər. Baxaq görək harda səhv eləmişik. Burada səhv elədik. Mən tapdım. Deməli müəllimlər, elə bu qrafiki silsək. Buradan baxsaq, əgər bu P-nin M-ə nisbətinə bir V demişəmsə, bu T müddətində də bu olacaq 3V. Düzdürmü? Baxın, bu 2T-də də bunun sürəti elə V qədərdir. Düzdür? Bunun sürəti də olacaq V. Başlanğıc sürəti də amma sıfırdan başlayıbdır. Düzdür? Sürətləri müəyyən elədik. İndi I, Y-i tapsam. Y-i tapanda nə yazacağım? V çıxılsın, 0, sıfırdan başlayıb. Elə bir sürət qrafiki belə başlayacaq. Başlanğıc koordinatda. Baxırıq indi, V çıxılsın 0, bölünsün hansı zaman? 2T zamanı. Yəni, V bölünsün 2T. V bölünsün 2T-ni də yazıram A bölünsün 2. A bölünsün 2 şəklində yaza bilərəm. Çünki V bölünsün T-yə bir A demişəm. Və buradan həmin nisbəti yaza bilərəm. AX-ın AY-ə nisbəti. AX-ə nə tapdım? 2A. AY-ə nə tapdım? A bölünsün 2. Alar getdi ixtisar. Qaldı burada nə? 4. Cavab oldu Y variantı. On yeddiyə baxaq. 17-də nə deyir bizə? Deyir, cismin impulsunun proyeksiyası Px bərabərdir, 8 üstə gələk 4 qanunu ilə dəyişir. Buna əsasən cismə təsir edən qüvvəni hesablayın. Bu asandır, bunu siz hesablaya bilərsiniz, müəllimlər. Nə yazarsınız? Tez törəmə alarsınız. İmpulsun törəməsi bizə nəyi verir? Qüvvəni. Yəni, bəli, delta P-nin delta T-yə olan nisbəti bizə qüvvəni verir. Yəni, elə P-nin zamana görə törəməsini alsam, o mənə verir qüvvəni. İndi mən buradan törəmə alsam, nə verir mənə? Verir 4. Deməli, qüvvə nə imiş? 4 imiş. 4 Newton. Cavab olur B variantı. Baxaq 18-ə. 18-də nə deyir bizə? Deyir, 125 metr hündürlükdən sərbəst buraxılan 3 kiloqram kütləli cismin yerə dəydiyi anda impulsu nə qədər olar? Deməli, müəllimlər, əgər bu cismin yerə dəydiyi anda impulsunu tapmaq istəyirəmsə, mən birinci cismin yerə dəydiyi anda sürətini tapmalıyam. Cismin yerə dəyən andakı sürəti nə qədərdir? Özdə sərbəst buraxılır. Sərbəst buraxılan cisim üçün kök altında 2JH bunun sürətidir. Gətirib həmin qiymətləri yerinə yazıram. 2 vurulsun, 10 vurulsun. H da nə qədər? 125. H da oldu 125. Deməli, mən buradan alıram nə qədərdir? 50 metr böl saniyə sürət. İndi mən impulsu tapa bilərəm, taparam. MV-dən impulsunu tapıram. Kütlə mənə verilib 3 kiloqram, sürət verilib 50 və alıram ki, 3 vurulsun. 50-dən 150 metr bölə saniyə. 19-a baxaq. 19-da deyilir, kütləsi 2 kiloqram olan cismin hərəkət tənliyi x bərabər 8 üstə gələk 3D çıxaq T kvadrat şəklindədir. Buna əsasən 5-ci saniyənin sonunda cismin impulsunun proyeksiyasını hesablayın. Baxın, müəllimlər, sizə verilən bu hərəkət tənliyindən siz x-dan sürətə keçməlisiniz. Yəni, koordinat tənliyindən sürətə keçməlisiniz ki, impuls üçün M bərabərdir, P bərabərdir, MV-ni yaza biləsiniz. Yəni, kütlənin sürəti. Burada 2 kiloqram vurulsun 3, V-imizin qiyməti 3-dür. Belədir 6. V-yə keçsəm, nə olacaq orada? Sürətə keçsəm, nə olacaq? Koordinatdan V-də burada koordinatdan törəmə müəllimlər. Koordinatdan törəmə alıram. Yəni, çünki törəmə alsam, olacaq 3 çıxılsın 2T. Düzdürmü? 5-ci saniyənin sonu deyəndə
Nə qədər eləyir? 2-ni vururuq 5-ə. Aha. 5-ci 10. özü proyeksiyasını tapır. Yəni mənfidirsə mənfisini tap. 3 çıxılsın, 2 vurulsun 5. O da -7. -7. İndi impulsu tapa bilərəm? Taparam. Bəli. 2 vurulsun 7, bu deyir -14. İmpulsa da Ay. müsbət verir. Oldu -14. Proyeksiyası -14 kiloqram Burak metr bölü saniye. Ben vahidini yazmam. Bax, 20-ci suala. Sür istəyirəm. Bir də bax. 20-ci sualda nə deyilir? Deyir, yer dəyişməsi S bərabərdir. T üstə gələk 2T kvadratı tənliyi ilə təyin olunan 2 kiloqram kütləli cismin impulsunun proyeksiyasının zamandan asılılıq qrafikini qurun. Deməli, müəllimlər, birinci mənə verilən bu S-də mən sürət qrafikinə keçməliyəm. Sürət qrafikinə keçib mən impulsu qurmalıyam. Yəni, sürətə keçməyim üçün də bu ifadədən törəmə almalıyam. Yəni, V bərabərdir S-in zamana görə törəməsi. Ona görə də bu olacaq nə? 1 üzərinə gəlinsin 4T. Bu mənim sürət tənliyim. İndi mənə deyir ki, impulsun qrafikini qur. İmpulsun proyeksiyasının qrafikini qur. Yəni, müsbət hissəsini mənfidirsə mənfidir. İmpuls üçün mən nə yazmalıyam? MV. Düzdürmü? Aha. V üçün birinci, mən V-ni qiymətlər verib qura bilərəm. Yəni, T-yə 1 versəm, T-yə 0 versəm. Məsələn, T-yə gəlin 0 verək. T-yə 0 verəndə nə olur onda? 4-ü 0-a vursam 0, bu olacaq 1. Düzdür? Sürət olacaq 1. Sürət 1 olanda impuls harda olur? Yəni 2 vurulsun 1, impuls olacaq 2. İndi zamana mən verirəm, deyək ki, bir dənə də qiymət verək. Zamana verək 1 qiyməti. 1 qiyməti verəndə sürət nə olacaq? Yəni V bərabərdir. 1 üstə gəlinsin, 4 vurulsun 1, 1 vermişəm. Sürət olacaq 5. Onda impuls nə olacaq? M vurulsun V-dən, 2 vurulsun 5, bu da eləyəcək 10. Onda mənim qrafikim, baxın, bu şəkildə olacaq. Deməli, impulsun zamandan asıllıq qrafiki. Deməli, birinci hansı zamandır? Sıfırda. Sıfırda bu nəymiş? Sıfır vermişdim burada. T bərabər 0 zamanında vermişdim. Bu da T bərabərdir 1 zamanıdır. 1 idi. Sıfırda hansı qiymət alır? Sıfırda aldı nə? 2. Deməli, müəyyən bir qiymətdən başlayacaq. Mən burada P bərabər düsturun yerində də V-ni qoyub rahat tapmaq olar da. Necə? V-yə qiymət verməlisən axı, qrafik qurmalısan. Necə qiymət? P bərabərdir MV-nin yerinə qoyub. MV-nin yerinə nə qoyursan? P bərabərdir MV düsturu var, müəllim. Ona Bəli. bərabər yazıb kütlənin yerinə 2 vurulsun. V-ni də almış. Sürətə nə qoymalısan? Sürətə qiymətlər verməlisən də. Axı qrafik qurursan. Sürətin tək bir dənə sənə qiyməti verilməyib, axı ki, deyək bu 5-dir. Onda hə, gətirib qiymətin yerinə yaza bilərsən. Sənə deyir qrafik qur. Onda sən sürət tənliyində zamanın yerinə qiymətlər verib sürət almalısan. Həmin o sürəti də kütləyə vurmalısan ki, impuls alasan. Aydındırmı? Bəli. İndi deməli, mən burada 2 almışdım. Sonra 1 saniyədə, 0 saniyədə 2 aldım. 1 saniyədə aldım 10. Deməli, mənim impulsum artdı. Oldu 10. Onda belə bir qrafik qururam. Bax, belə. Bunu biraz başlayayım. Baxın, elə bil ki, mənim grafikim belə olacaq. Sıfırda P-nin P-dən asıllıq qrafikini qur deyir. Sıfırda bu oldu P. 2 daha doğrusu. 2. Amma T-də, yəni 1 saniyədə artıq oldu nə qədər? 10. Deməli, arta getdi. 1 saniyədə olacaq 10. Bax, belə.
Bax, belə bir qrafik olacaq. Yəni, burada belə bir qrafik. Belə. Bu belə müəllimlər. Baxaq test 2-yə. Deməli, test 2-də, 2-nin birinci sualda. Burada birinci testdə sizə qaranlıq qalan nəsə oldu mu, ay müəllimlər? Hansı sual qaranlıq qalsa, deyin onun üzərindən bir də keçək. Yəni, Məndə başa 16 biraz çətin gəldi, amma qalanları yox. 16, 16-ya baxaq bir də. Hə, 16-da siz sürətə keçməlisiniz də, impulsdan sürətə. İmpulsdan sürətə keçmək üçün. Baxın, verilən impulsu cismin kütlələrinə bölməlisiniz. Çünki sürət nədir? Sürət o deməkdir ki, sürəti tapanda impulsu kütləyə bölürük də, düzdürmü? Ona görə o hissə onu nəzərə almalısınız. Məsələn, o hissədə P bölünsün M sizə verməlidir sürəti. Burada da P'lər sizə verilibdir. Baxın, bu P'lər verilib, kütlələr də verilib. Həmin elə bilin ki, bunu impuls yox, buna sürət yazmalısınız. Sürət zaman qrafiki olmalıdır. Bunları elə bil ki, sildim buradan, bu P'ləri. P'ləri sildimsə, P bölünsün M-ə bir V demişəmsə, bu P bölünsün M buradır. Bu da 2M idi. Onda bu olacaq, bunun sürəti olacaq V, V-dən başlayacaq. Gəlib artıq M bölünsün 3P-də, yəni bu zaman anını tapmalıyam. Daha bunu gəlib götürə bilmərəm. Burada zaman anı yoxdur, görürsünüz. Bu qiyməti götürə bilmərəm. Elə zaman anı seçməliyəm ki, həmin zaman anında artıq bu impulsun müəyyən qiyməti olsun. Müəyyən qiymətə malik olsun. Baxın, bu T zaman anında 3P-yə malikdir. Ona görə də mən yazıram 3P bölünsün M. Bu da P, M-ə mən V demişəmsə, bu da olacaq 3V. Deməli, burada 3V-dir. 3V. Artıq sizin qrafikləriniz bu olacaq. Baxın, bu 2T zaman anında da onun sürəti olacaq yenə V. Amma T zaman anında artıq o impuls yoxdur. Impuls sıfırdır. Baxın, sıfır. Deməli, onun qrafiki, baxın, belə keçəcək. Koordinat başlanğıcından keçib gedəcək. Belə bir sürət qrafikidir. Sizin qrafikiniz sadəcə olaraq olduğu kimi qalır və burada P-lərin yerinə kütləyə bölüb sürətlərlə əvəz edirsiniz. Sonra da təcilin düsturu necə idi? A bərabər V çıxılsın V0. Buna əsasən istifadə edib təcilləri tapırsınız. Bu hissəyə bir də təkrar baxarsınız izahda. Deməli, kütləsi 5 kiloqram olan cisim 125 metr hündürlükdən sərbəst buraxılır. Yerə çatana qədər keçən müddətdəki qüvvə impulsunu hesablayın. Deməli, yenə də mən o qüvvə impulsunu tapmaq üçün impuls dəyişməsini tapmalıyam da, düzdürmü? Qüvvə impulsu demək, yəni FT deməkdir. F vurulsun T. F vurulsun T demək, F-in yerinə də bu cisim əgər müəyyən hündürlükdən sərbəst buraxılırsa, ağırlıq qüvvəsinin təsiri altında hərəkət edir. Ağırlıq qüvvəsinin təsiri altında hərəkətdir. Olacaq MGT. MGT üçün də yenə MG vurulsun kök altında. T düşmə müddətidir. Düşmə müddətinin düsturu nə idi? 2H bölək J. Düzdür? Gətirək həmin qiymətləri yerinə yazaq. 5 kiloqramdır. Vurulsun. J-nin qiyməti 10-dur. Kök altında 2 vurulsun. H bizə verilib 125. Özdə havanın müqavimət qüvvəsi nəzərə alınmır. Bölək 10. Buradan da alıram ki, bu nə qədərdir? 50 vurulsun 5. Bu da mənə verir 250 Newton vurulsun saniyə.
Cavab olur Y variantı. Baxaq növbəti suala. İkinci sualda bizə deyilir ki, ikinci sualda asandır, özünüz tapa bilərsiniz. Deməli, ikinci sualda nə deyilir? Deyilir, sürtünməsiz üfüqi səttəki M və 2M kütləli X və Y cisimlərinə müstəviyə paralel F və 2F qüvvələri təsir edir. Cisimlər eyni müddətdə bu qüvvələrin təsirində qaldıqlarına görə qüvvə impulslarının nisbətini hesablayın. Müəllimlər, qüvvə impulsu deyəndə cismin kütləsi nəzərə alınmır. Cismə təsir edən yalnız qüvvələr nəzərə alınır. Baxın, bunu yadınızda saxlayın. Əgər mənə qüvvə impulsu deyirsə, istəyir burada M olmur, neçə M olur olsun. Fərqi yoxdur. Bunlar bizə lazım deyil. Bizə lazım olan yalnız qüvvələrdir. Deməli, əgər bu qüvvələr, qüvvə impulslarının nisbətini tapmaq istəyirəmsə, mənə elə impuls dəyişməsini tap deyir. İmpuls dəyişmələrinin də nisbətini tap. Bunun üçün eyni də cisimlər eyni müddətdə hərəkət edir. Eyni müddət ərzində. Yəni, zamanları da bunların eynidir. Yəni, T-X-in zamanı elə T-Y-in zamanına bərabərdir, o da bir T-yə bərabərdir. Deməli, qüvvə impulslarının nisbətini yazsam, yəni delta P-X-in delta P-Y-ə olan nisbətini yazsam, nə yazmalıyam? X üçün nə yazmalıyam? F vurulsun T. Bəs Y üçün nə yazmalıyam? 2F vuraq T. Baxın, bu FT-lər də ixtisar getdi, qaldı 2-də 1. Cavab oldu A variantı. Üçüncü suala baxaq. Üçüncü sualda bizə deyilir, doğru ifadəni təyin edin. Sükunətdə olan cismə müstəviyə paralel qüvvə təsir edir. Sürtünmə qüvvəsi də nəzərə alınmır. Deməli, müəllimlər, cismin impulsu artar deyir. Əgər cismi hər hansı bir qüvvə ilə hərəkət elətdirərəmsə, qüvvə təsir edirsə, cismin impulsu artarmı? Cismin sürəti artar, sürəti artdığı üçün də impulsu artar. Düzdürmü? Bir düzdür. Cismə eyni zaman müddətlərində eyni qədər qüvvə impulsu təsir edər. Bəli, eyni zaman müddətində qüvvəsi də dəyişmir. Elə F olduğu üçün elə FT qədər təsir edəcək buna qüvvə impulsu. Ona görə ikinci də düzdür. Üçüncüdə deyilir ki, qüvvə impulsu F qüvvəsinin istiqamətində yönələr. Bəli, qüvvə impulsu həm F qüvvəsinin istiqamətində yönəlir, həm də müəllimlər qüvvə impulsu təcil istiqamətində də yönəlir. Ona görə də 3 də düzdür. Cavab olacaq 1, 2, 3 E variantı. Dördüncü suala baxaq. Üfüqi səth üzərindəki cismə 4 saniyə müddətində F qüvvəsi şəkildəki kimi təsir edir. Cismə təsir edən qüvvə impulsu 32 newton vuraq saniyə olduğuna görə F qüvvəsinin neçə newton olduğunu hesablayın. Sürtünmə qüvvəsi nəzərə alınmır. Sinus və kosinusun dəyərləri verilir. Müəllimlər, biz burada həmin bu qüvvəni, daha doğrusu bu F qüvvəsini iki toplanana ayırmalıyıq. Bu qüvvənin biri onun sinus toplananıdır. Biri isə onun kosinus toplananıdır. Deməli, sinus toplananı üçün olacaq nə qədər? Olacaq F vurulsun sinus 37 dərəcə. Kosinus üçün olacaq F vurulsun kosinus 37 dərəcə. İndi müəllimlər, baxın, cismə təsir edən qüvvə impulsu verilib 32. Deməli, bu cismə təsir edən bu qüvvə impulsu F sinusu biz nəzərə almırıq. Çünki cismi hərəkətə gətirən üfüqi səth üzərində onu hərəkət elətdirən
Baxın, bu F kosinus 37 dərəcə olan bucaqdır. Ona görə də mən həmin o qüvvə impulsunu yazsam, zamanı da bilirəm. 4 saniyə belə yazmalıyam. Delta P bərabərdir F vurulsun T. Düzdürmü? Delta P qüvvə impulsu nə qədərdir? 32. 32-ni yazdım. F nə qədər oldu? F vurulsun kosinus 37 dərəcə. Vurulsun 4. Baxın, bu 32 ilə 4 ixtisar getdi. Qaldı nə? 8 bərabərdir. F vurulsun. Kosinus 37 dərəcədə nə qədərdir? 0,8. Və buradan da alıram ki, həmin qüvvə nə qədərdir? 10 Newton. Cavab oldu C variantı. 5-ə baxaq. 5-də deyir, üfüqi səth üzərindəki cisim 40 Newtonluq qüvvənin təsiri altında 5 saniyə hərəkət etdikdə cismə təsir edən əvəzləyici qüvvələrin impulsu 150 Newton vurusu saniyə olur. Buna əsasən cismə təsir edən sürtünmə qüvvəsini hesablayın. Deməli, müəllimlər, üfüqi səth üzərində 40 Newtonluq qüvvənin təsiri altında cisim 5 saniyə hərəkət edir. 5 saniyə hərəkət edirsə, deməli, buna əks istiqamətdə yönələn bir F sürtünmə qüvvəsi var. Və bu qüvvələrin impulsu 150 olur. Necə yaza bilərəm? Yəni, delta P bərabərdir F əvəzləyici vurulsun T zaman. Və burada mən müəyyən eləməliyəm. Əvəzləyici qüvvəni necə yaza bilərəm? Deməli, impuls nə qədərdir? 150-dir. Əvəzləyici qüvvə üçün yazmalıyam ki, yəni 40 çıxılsın, daha doğrusu F çıxılsın, F sürtünmə, vurulsun, T zaman nə qədərdir? 5 saniyə. Baxın, bu 5 saniyə ilə 150 getdi ixtisar. Burada qaldı 30. 30 bərabərdir. Burada da oldu. F-in qiyməti nə qədər idi? 40 Newton. 40 çıxılsın, F sürtünmə. Və F sürtünməni mən buradan alsam, yazıram. F sürtünmə bərabərdir. 40-dan 30-u çıxıram. Alıram nə qədər? 10 Newton. Cavab oldu B variantı. Altıncı sualda nə deyir bizə? Bizə deyir ki, üfüqi səth üzərindəki 5 metr bölü saniyə sürətlə hərəkət edən 4 kiloqram kütləli cismə müstəviyə paralel 6 Newtonluq qüvvə şəkildəki kimi 2 saniyə təsir edir. Buna əsasən cismin son sürətini tapın. Deməli, müəllimlər 5 metr bölü saniyə sürətlə hərəkət edir bu cismə. Baxın, cismin sürəti sağa doğrudur, amma qüvvə onun əksinə doğru yönəlib. Sizcə bu cisim yeyinləşən hərəkət edər, yoxsa yavaşlayan hərəkət edər? Yəni, daha doğrusu, sürəti azalar, yoxsa sürəti artar? Necə fikirləşərsiniz? Artır müəllimə. Sürəti azalar. Deməli, onda MV-si bunun daha çox olar da. Bu başda verilmiş bu MV-si daha çox olar. Düzdürmü? Sürəti azaldığı üçün. Son sürəti kiçik olacaq. Bunu buradan müəyyən elədim. İndi mən, deməli, başdakı bu MV0-dan mən çıxmalıyam və yaxud da ki, MV-ni bərabər eləməliyəm o FT-yə, yəni impuls dəyişməsini. Və yaxud belə yaza bilərəm. MV0 çıxılsın, F vurulsun T bərabərdir MV-yə. Baxın, bu şəkildə təyin edə bilərəm. Artıq bu V0, mənim bu başlanğıc sürətimdir. Başlanğıc sürətim üçün də mən bu şəkildə yaza bilərəm. Gətirək qiymətləri yazaq yerinə. Baxın, bu MV0 üçün nə yazmalıyam? 4 kiloqram vurulsun 5 bərabərdir. Düzdür. Qüvvə nə qədərdir? 6 Newton. Neçə saniyə? 12 saniyə bərabər. Niyə yazdım? Çıxılsın. 6 vuraq 12. Daha doğrusu 6 vuraq 2 bərabərdir. 4
V. Düzdürmü? 20-dən 12 çıxanda nə qaldı? Olacaq 8. 8 bərabər 4V-yə və buradan da V-ni alıram. Nə qədər? 2 metr böl saniyə. Cavab oldu B variantı. 7-yə baxaq. 7-ci sualda nə deyir bizə? Deməli, üfüqi səthi üzərində A cismi 4 metr böl saniyə sürətlə hərəkət edərək sükunətdəki B cismi ilə mütləq qeyri-elastiki toqquşur. Buna əsasən toqquşmadan sonra cisimlər hansı sürətlə hərəkət edər? Müəllimlər, qeyri-mütləq elastiki toqquşma zamanı son sürət düsturumuz var idi. Yazırdıq V bərabərdir. M1 V1 bölünsün M1 üstə gələk M2. Həmin düsturdan istifadə edib gətirib qiymətləri yerinə yaza bilərəm. 2 kiloqram vurulsun 4. Nə qədər eləyir? 2 vuraq 4. Kütlə 2 kiloqram, bu da 6 kiloqram. 2 üstə gələk 6. 8 bölünsün 8-dən alıram nə qədər? 1 metr böl saniyə. Cavab olur A variantı. 8-ci suala baxaq. Deməli, 8-ci sualda deyilir, üfüqi səth üzərində 6 metr böl saniyə sürətlə hərəkət edən K cismi şəkildəki kimi 2 metr böl saniyə sürətlə hərəkət edən L cismi ilə mütləq qeyri-elastiki toqquşur. İndi mütləq qeyri-elastiki toqquşur. Buna əsasən toqquşmadan sonra cisimlər hansı sürətlə hərəkət edərlər? Deməli, müəllimlər, qeyri-mütləq elastiki toqquşanda bir neçə düsturumuz var idi. Deməli, eyni istiqamətə hərəkət edirlərsə, hər ikisi eyni istiqamətədirsə, onda yazırdıq M1 V1 üzərinə gəlinsin. Sistem kimi baxırdıq. M2 V2 bölünsün M1 üzərinə gəlinsin M2. Gətirib qiymətləri yerinə yazırıq. 1 vurulsun 6, üzərinə gəlinsin 3 vurulsun 2, kütlələri də 1, 3. 1 üzərinə gələk, 3 bərabərdir. 12-ni də 4-ə bölərik. Alarıq nə qədər? 3 metr böl saniyə. Cavab olur C variantı. 9-cu suala baxaq. Üfüqi səth üzərində 6 metr böl saniyə sürətlə hərəkət edən K cismi şəkildəki kimi 2 metr böl saniyə sürətlə hərəkət edən L cismi ilə mütləq qeyri-elastiki toqquşur. Buna əsasən toqquşmadan sonra cisimlər hansı sürətlə hərəkət edər? Deməli, yenə də mütləq qeyri-elastiki toqquşmadır. Ay, sağ olun. Deməli, qarşı-qarşıyadırsa, artıq nə edəcəksiniz? Çıxacaqsınız. İndi, bəs istiqaməti necə tapacaqsınız? İstiqaməti necə müəllimlər? Hansının impulsu çoxdursa, o istiqamətdə hərəkət eləyəcək. Bax, 1 vurulsun 6. Nə olacaq? Olacaq 6. İmpulsu 6. Burada da 3 vurulsun 6. İmpulslar nə olacaq? Yenə 6. 6 çıxaq 6-dan bunların dəyişməsi, impuls dəyişməsi olacaq 0. Ona görə də bu cisimlər hərəkət etməyəcəklər, dayanacaqlar. Olacaq Y variantı. Əgər birinin impulsu çox olsaydı, məsələn, deyək ki, bu 4 olardı. 2-ni 4-ə vurardım. Bunun impulsu olardı 8. Bunun impulsu olardı 6. Deyək ki, onda artıq cisim L istiqamətində, yəni impulsu bu L istiqamətində hərəkət, yəni sürəti, daha doğrusu, son sürəti L istiqamətində hərəkət eləyəcəkdir. Yəni, hansının impulsu çox olursa, həmin impulsu çox olanın istiqamətində hərəkət eləyir cisim son olaraq. Burada hər ikisinin impulsu bərabər olanda bu cisimlər dayanır, hərəkət etmir. Yəni, bu buna dəyər toqquşur, bu da buna dəyər toqquşur. Eyni impulslarsa ilə bir yerdə belə dayanırlar.
Ona baxaq. Üfüqi səth üzərində 4 metr bölü saniyə sürətlə hərəkət edən A və B cisimləri mütləq qeyri-elastiki toqquşurlar. Buna əsasən toqquşmadan sonra cisimlər hansı sürətlə hərəkət edərlər? Baxın, indi bu bayaq mən dediyim qaydadır. Deməli, müəllimlər, baxırıq. 4-ü 3-ə vururuq. Bunun impulsu nə qədərdir? 12. Bəs 12. bunun impulsu nə qədərdir? 4. 4. Aha. İndi mən son sürəti necə taparam? V bərabərdir. 12-dən çıxaram 4-ü. 4. Kütlələr nə qədərdir? 1-in üstünə 3 gələrəm. 4. Yəni 8-i bölərəm 4-ə, alaram 2. Düzdür? 2 metr bölü Bəli. saniyə sürətlə hərəkət eləyəcək. Amma hansı istiqamətə hərəkət eləyəcək? İsmi hərəkət istiqamətində. Hərəkət istiqamətində. Niyə? Çünki impulsu böyükdür. İmpulsu böyük olan istiqamətində hərəkət eləyir həmişə cisim toqquşanda. Daha doğrusu mütləq qeyri-elastiki toqquşanda. 11-ə baxaq. Üfüqi səth üzərində sükunətdə olan cismə təsir edən dartı qüvvəsinin zamandan asılı qrafik verilmişdir. Buna əsasən cismə təsir edən qüvvə impulsunun modulunu hesablayın. Müəllimlər, qüvvə impulsunun modulu deyəndə elə ümumiyyətlə impuls dəyişməsi deməkdir. Yəni delta P deməkdir. Bəli. Delta P bərabərdir ilə FT-yə. Bir də müəllimlər, siz burada bu impuls dəyişməsini, baxın, bu fiqurun altında, qrafikin altında qalan fiqurun sahəsini tapmaqla da tapa bilərsiniz. Məsələn, birinci cüzəlini tapaq. Bir dəfə 100-dür, bir dəfə də 200-dür. Nə oldu? Olacaq 100. Düzdür? Bəli. Bəli. Amma bura 5 vurulsun 10 bura. Ondan 20-yə gəlibdir. 5 vuraq ondan olacaq nə qədər? Bura olacaq 50. Onda impuls dəyişməsi, müəllimlər, əgər bunlar eyni işarələri eynidirsə, bunlar toplanacaq. Olacaq 100 üzərinə gəlinsin 50. Və olacaq Eyni istiqamətdə olduğunu hansı görə dedik müəllimə bu qrafikə görə? müsbət aldım da, müsbətdir. Axı 5-də müsbət oldum. Məsələn, deyək ki, müsbət olmasaydı, əgər bu 5 burada aşağıda yazılsaydı, grafikin aşağısında bir mənfi 5 yazılsaydı, belə olsaydı, onda bura yuxarı, həm buranın sahəsini tapacaqdınız. Bura olacaqdı 100, bura olacaqdı mənfi 50. Aydındırmı? İndi mənfi 50 olanda yenə də toplayırsınız, amma mənfini nəzərə alaraq. Yer dəyişmədə necə yazırdıq? Delta P bərabərdir. İndi elə bir 100 üzərinə gəlinsin. Mənfi 50 yazacaqdır. Onda impuls dəyişməsi olacaqdı 50. Aydın oldu mu? Amma burada baxırıq, hər ikisi müsbətdədir. Yəni, hər ikisi müsbətdir. Baxın, burada da 100 oldu müsbət, burada da müsbət 50-dir. 50, 150. Bəli, dəyişmə onda 150 olacaq. Baxaq 12-yə. 12-də nə deyir bizə? Baxın, indi artıq 12-də bayaq mən dediyim qaydada verilmiş qrafikdir. Üfüqi səth üzərində hərəkət edən cismə təsir edən qüvvənin zamandan asılı qrafiki verilmişdir. Buna əsasən cismə təsir edən qüvvə impulsunun modulunu hesablayın. İndi bunun Bir üzərində dəfə 200-dür, bir dəfə də mənfi 100-dür. Ay, sağ olun. Bura olacaq 200, bura nə olacaq? Bu da mənfi 100. Onda 200-dən 100-ü də, o da eləyəcək 300. 200-dən 100-ü çıxdıq eləyəcək 100. Yox, mənfisi nəzərə almırıq. Çıxanda da o bir mənfidir axı, yoxsa necə? Yox, mənfi, elə siz onu toplayırsınız, çıxmırsınız. Ay müəllimə. Baxın, bu dəyişmələri toplayırsınız. Impuls dəyişməsi nə qədərdir? Baxın, burada impuls dəyişməsini topladıq. 100 buraydı. Baxın. 50 100 buraydı. 50 də bura. Hər ikisi müsbət olduğu üçün toplayırsınız.
topladınız. Oldu 150. Burada da topluyorsunuz da. Burada ne Hə, var ki? burada 100 olacaq uca burada. Aha, toplayanda artıq o mənfini nəzərə alaraq toplayırsunuz. Belə Bəli, delta P bərabərdir. 200 üzərinə gəlinsin. Mənfi 100. 100. Bu da olacaq mənfi. Çıxırsınız. Olacaq, Bəli, 100. onda olacaq impuls dəyişməsi verəcək 100-ü. A variantı. Aha. 13-ə baxaq. Cismə təsir edən qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Buna əsasən 8 saniyə ərzində cismin impulsu necə dəyişər? Baxın, 8 saniyə ərzində baxaq, cismin impulsu necə dəyişir? İmpuls dəyişməsi nədir? İmpuls dəyişməsi bizə verilən, baxın, bu fiqurun FT qrafikində bunun 40 sahəsidir. metr bölünsün 60'dır özdə. Aha, indi biz burada bu fiqurun sahəsini tapanda necə tapırıq? Delta P bərabər 10 vurulsun 8 bölünsün 2. mənfi 10 vurulsun 8 bölə 2. Bərabər nə aldım? Mənfi 40. 40. Düzdürmü? Mənfi 40 aldığım üçün artıq 40 kiloqram vuraq metr böl saniyə qədər azalmış olacaq. Azalır. Amma müsbət alsaydım yazardım ki artıb. Aydın oldu mu? Bəli, bəli. Almaq lazım. Sonra 14. 14'te nə deyir bizə? Deyir kütləsi 3 kiloqram olan top 30 metr böl saniyə sürətlə hərəkət edərək divarla mütləq elastiki toqquşaraq şəkildəki kimi geri qayıdır. Topla divar arasındakı qarşılıqlı təsir 0,6 saniyə çəkdiyinə görə divarın topa etdiyi təsir qüvvəsini hesablayın. Yəni bizə deyir ki, müəllimlər, siz impuls dəyişməsindən qüvvəni tapın. Zaman da sizə verilib 0,6 saniyə. İndi mən necə yazmalıyam? Mən birinci impuls dəyişməsini tapmalıyam. Müəllimlər, impuls dəyişməsini tapanda artıq bu hərəkətin istiqamətini də nəzərə almalıyam. Bax, birincinin impulsu nədir? Birincinin impulsu 3 vurulsun 30-dan. Nə qədərdir? 90. İkincinin impulsu nə qədərdir? Yenə də 3 vurulsun. Bu kütlə dəyişmir də, top ilə eyni topdur. 3 kiloqramdır. 3 vurulsun. Burada impuls dəyişməsini tapanda müəllimlər belə yazmalıyıq. Bax, delta P bərabərdir. P1 çıxılsın P2. Düzdürmü? P1 çıxılsın P2. Amma şayəni nəzərə alın. P1 nə qədərdir? 90. Çıxaq. 90 çıxaq. Bu digəri. Bunun artıq, bax bu birincinin əksinə qayıdır. Görürsünüzmü? Əksi olduğu üçün bu biri müsbət olanda bu olacaq mənfidir. Çıxaq, 90 olacaq müəllimlər. Ona görə də cavab olacaq 180. Baxın, burada siz bir dənə bunu mən indi izah üçün yazdım. Hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Siz bir dəfə onu nəzərinizdə saxlayırsınız ki, əgər divarla toqquşma varsa, divarla mütləq qeyri-elastiki, daha doğrusu elastiki toqquşursa, deməli bu geri qayıdır da, əks olaraq onun istiqamətində əks geri qayıdır. Yəni öz impulsu nə qədərdirsə, o impulsun da üzərinə həmin impulsu gəlirsiniz. Onda impuls dəyişməsi verəcək ilə 90 üzərinə gəlinsin, 90-180. Ona görə də bu impuls dəyişməsini mütləq elastiki toqquşmada yazılır. Delta P bərabərdir 2mv-yə. Yəni top dəyib geri qayıtdığı üçün. Bax bu düsturu əsas yadınızda saxlayın. Amma qeyri-mütləq olsaydı, o gəlib bu divarda yapışıb qalardı, geri qayıtmazdı. Onda artıq onun impuls dəyişməsi olacaqdı. Delta P bərabərdir mv. Özü nə qədər idisə yapışdı, o qədər də divarda qaldı. O olacaq mütləq qeyri-elastik. Bu hissəyə qədər aydındır yəqin ki. Hə, bu düstur laf yaxşı asan oldu ki, 2mv-dirsə, alınan cavabı 2-yə vururuq. Bəli, alınan cavabı siz bir dəfəlik 2-yə vuracaqsınız. 92-yə vurur, eləyir 180.
Mən bunu istiqamətlə göstərərək sizə yazdım ki, siz bunu istiqamət olaraq da bilin ki, hardan alın və niyə o 180 alır, ona görə yazdım. İndi mən artıq qüvvə impulsunu tapa bilərəm. İmpuls dəyişməmi bilirəm. Delta P bərabərdir FT vurulsun T. Yəni 180 bərabərdir F vurulsun. Zaman nə qədərdir? 0,6. Deməli, F də buradan bərabərdir 300 Newton. Cavab oldu Y variantı. Baxaq 15-ə. 15-də nə deyir? Kütləsi 3 kiloqram olan cisim 20 metr hündürlükdən sərbəst buraxılır. Cisim yerə dəydikdə impulsunun 3də 2-sini itirir. Yerin cismə etdiyi qüvvə impulsunu hesablayın. Deməli, müəllimlər, birinci mən sürəti tapa bilərəm. Gəlin tapaq sürəti. Bayaqdan istifadə elədiyimiz düstur var. Sürəti nəyə əsasən tapırıq? V bərabərdir. Kök altında əgər sərbəst buraxılıbsa 2JH düsturuna əsasən. Gəlin tapaq. Kök altında 2 vurulsun, 10 vurulsun. 20. Nə qədərdir? 20. Mən buradan sürəti nə qədər aldım? 20 metr böl saniyə. Aha. İndi mənə deyir ki, bunun impulsunu tapın. Gəlin tapaq impulsunu. İmpulsu nə qədərdir? P bərabərdir. MV-dən alıram ki, kütlə 3 kiloqram. 3 vurulsun 20 bərabərdir 60. Aldım 60. İndi mənə deyir ki, 3də 2-sini itiribdir. 3də 2-sini itirib, yəni 60-ın 3də 2-sini itiribsə 20. O da bərabərdir 40. Deməli, mənə deyir ki, yerin cismə təsir etdiyi qüvvə impulsu nə qədər oldu? 3də 2-ni itirirsə elə 40 Newton vurulsun saniyə. Cavab oldu D variantı. Baxaq 16-ya. Kütləsi 2 kiloqram olan cisim üfüqi divarla şəkildəki kimi mütləq elastiki toqquşaraq əks olunur. Buna əsasən cismin impuls dəyişməsini hesablayın. Baxın, müəllimlər, burada 2 düstur var. Bir var bu səthlə cismin. Baxın, bu səthlə əmələ gətirdiyi bucaq. Bir də var ki, bu cisimdə, məsələn, sizə verilə, baxın, bu istiqamətdə, burada əmələ gələn bucaq. Burada əmələ gələn bucaqla, indi mən bunu belə yazıram, silim yazım, sizə aydın olsun. Baxın, bu bucaqla yazanda artıq impuls dəyişməsini 2mv sinus 60 yazacağıq. 8 kök altı 3 eləyəcək müəllimə. Necə? Burada 8 kök altı 3 eləyəcək də cavab. Çünki Bəli, 4-düsə 2-yə bəli, vuracağıq. O da 8-də. 8 kökü 60-da kök altı 3-dür. bəli, düzdür. Mən indi bu düsturla yazanda, bu səthlə əmələ gətirilən bucağı yazanda sinusla yazırıq. Amma buradakı bucağı versə bizə, onda kosinusla yazacaq. Onda olacaq delta P bərabərdir 2mv kosinus neçə dərəcə? 30 dərəcə. Ay, sağ ol. Kosinus 30 dərəcə. Baxın, belə yazırıq müəllimlər. Bu düsturları yadınızda saxlayın. Buna əsasən də istifadə edib tapmaq olar. Deməli, delta P bərabərdir 2mv-dir, 2 vurulsun. Kütlə 2-dir, sürət 4-dür. Sinus 60 dərəcədə də kök altında 3 bölə 2-dir. Bunlar da ixtisar getdi, aldı 8 kökdə 3. Cavab oldu D variantı. 17-yə baxaq. Üfüqi müstəvidə ipin ucuna bağlanan cisim O nöqtəsi ətrafında sabit sürətlə fırlanır. Kütləsi 1 kiloqram olan cismə AB aralığında təsir edən qüvvə impulsunun modulunu hesablayın. Deməli, müəllimlər, təsir edən qüvvə impulsunun modulunu, yəni bu qüvvə impulsunun modulu elə impuls dəyişməsi deməkdir. Deməli, kütləsi 1 kiloqramdır. Qüvvə impulsunun modulu. Birinci mən təyin edim ki, AB aralığında bu cismin
cisim periyodun hansı hissəsini hərəkət edir? Yəni daha doğrusu zamanı nə qədərdir? Periyodun hansı hissəsidir? Baxın, AB aralığında bu cisim burada qədər gələnə qədər. Periyodun 180 yarısıdır. yarısı. Ay sağ olun. Yarısı deyildi. Periyodun yarısında sürət dəyişməsi nəyə bərabər? Əgər burada sürəti 6 metr saniyədirsə, olacaq delta V bərabərdir 2V-yə. Düzdür? 2V. Bəs onda impuls dəyişməsi elə qüvvə impulsu deməkdir də. Yəni delta P bərabərdir. M delta V yaza bilərəm. M-im mənim nə qədərdir? 1 kiloqram. Sürətim də nə qədər oldu? 2 vurulsun 6. 2V-dir. Və cavab olacaq 12 Newton vurulsun saniyə. Cavab olacaq D variantı. Baxaq 18-ə. Üfüqi səth üzərində 15 metr böl saniyə sürətlə hərəkət edən 4 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilmişdir. İndi bizə deyir ki, buna əsasən 13-cü saniyənin sonundakı sürəti tapın. 13-cü saniyənin sonundakı sürəti mən necə taparam? Gəlin birinci impuls dəyişməsini tapın. Deməli, impuls dəyişməsini necə taparam? Demək, bəli, fiqurun sahəsini taparaq, fiqurların sahəsini taparaq tapa bilərəm. Düzdür? Bir Bölünsün 2-yə mənfi figurum da trapesiyadır. Trapesiya şəklində də tapa bilərəm. Baxın, belə üçbucağa bölüb, düzbucaqlıya da bölüb tapa bilərəm, amma elə ən yaxşısı da trapesiya. Gəlin baxaq burada. Deməli, birinci halda delta P1-i tapsam, nə yazıram? Mənfi 40. Mənfi 20 vurulsun 2. Vurulsun. Mənfi 20 4. vurulsun. 4. Ay, sağ olun. 2. Deməli, bu da olacaq mənfi 40. Birincini tap. Mənfi 4. İndi ikincini tapıram. Delta P2-ni tapaq. Delta P2-ni tapanda artıq bu trapesiyadır. Bir oturacağı 7. Deməli, kiçik oturacağı 7. 6-dan 13-ə. Üzərinə gəlinsə, bir də 4-dən 13-ədir. 4-dən 13-ə də olur 9. Düzdürmü? 7 üzərinə gələk 9. Bölünsün. 2 vurulsun 10. Zaman müddətinə qədərdir 10. Ay, sağ ol. Daha doğrusu hündürlüyü. F. Hündürlük 10'dur. Aha. Deməli 16 ya böldü. Nə qədər elədi? 8 ona vurduq 80. Ay, sağ ol. Oldu 80. İndi mən bu impuls dəyişmələrini tapdım. Amma yekun impuls dəyişməsini tapmalıyam da. İndi bunları toplamalıyam. Toplasam necə eləyirəm? İndi 80-lə toplasam necə 40? Ay, sağ olun. Bildiniz. Deməli, onda olacaq nə? Delta P bərabərdir. MV çıxılsın. MV sıfır. Bu şəkildə. Deməli, hərəkət edir və əzizlər... İndi 13-cü saniyənin sonunda mən cismin sürətini tapmaq istəyirəmsə, deməli, artıq deməli, bu cismin sürəti artacaq getdikcə. Onda olacaq 40 bərabərdir. Kütləni çıxartsam mötərizə xaricinə. Yəni M V-si V çıxılsın. V nə qədərdir? 15. Kütlə də mənə nə verilibdir? 4 kiloqram. Yəni burada 4 də yaza bilərəm. Yəni 40-ı da elə 4-ə ixtisar eləsəm 10 alaram. Alıram 10 bərabərdir. V çıxılsın 15-ə. Və buradan da alıram ki, sürət bərabərdir 25 metr böl saniyə. On 9-a baxaq. Şəkildəki basketbolçu topu düz səthə vurmaqdadır. Topla səth arasındakı qarşılıqlı təsir 500-də 1 saniyəyə və səth tərəfindən topa edilən qüvvə impulsu
4 Newton vurulsun saniyə olur. Buna əsasən səth tərəfindən topa edilən orta qüvvəni təyin edin. Müəllimlər, orta qüvvə. Baxın, belə bir düsturla hesablanır. F orta bərabərdir. Başlanğıc qüvvə və son qüvvə, yəni F0 üzərinə gəlinsin. F bölünsün 2. Ədədi orta kimi. Deməli, burada topla səth arasındakı o qarşılıqlı təsir zamanı başlanğıc qüvvə yoxdur, 0-dır. Son qüvvə də nədir? 4-dür. Baxın, 4 Newton. Qüvvə impulsu. İndi bu qüvvə impulsunu da ümumiyyətlə 2-yə bölsəm, daha doğrusu qüvvəni 2-yə bölsəm, mənə verilər 2 Newton. Orta qüvvəni təyin edərəm. Yox, dayan orada. Bu ümumi düsturdur, orta qüvvə üçün tapılan düsturdur. Amma bizə verilən qüvvə impulsudur, müəllimlər. Orta qüvvə deyil, qüvvə impulsudur. Qüvvə impulsu üçün, yəni delta P bərabərdir, F vurulsun T olmalıdır. Buradan mən F, yəni bu elə orta qüvvə dediyi, bu F-i tapmaq üçün P-ni T-yə bölməliyəm. P-ni T-yə bölməyim üçün, deməli, nə yazıram? Yazıram 4-ü bölürəm 500-də 1-ə. 4-ü 500-də 1-ə böləndə mənə verir nə qədər? 2000 Newton. Onu da kilo Newtondan ifadə edəndə olacaq nə qədər? 2 kilo Newton. Cavab olur 2 kilo Newton. 20-ci suala baxaq. 20-ci sualda bizə nə deyir? Deyir ki, üfüqi səth üzərində cisim daxili patlama nəticəsində şəkildəki kimi MK və ML kütləli 2 hissəyə ayrılır. Buna əsasən hissələrin partlamadan sonraki impulslarının nisbətini tapın. Baxın, müəllimlər, ümumiyyətlə, əgər cisim 2 hissəyə ayrılırsa, ilk impuls son impulsa bərabər olmalıdır. Baxın, ilk impulsu bunun nədir? 0. V0'ı 0 olduğu üçün ilk impulsu 0'dır. Son impulsu da 0 olmalıdır. Son impulsu 0 olanda artıq deməli MK vuraq V üzərinə gəlinsin. ML vurulsun 3V bərabər olmalıdır 0'a. Ay sağ olun, 0'a. İndi yəni bu impulslar bir-birinə bərabər olmalıdır. Mən buradan müəyyən eləyirəm ki, baxın tapsam, yazıram MK V bərabər oldu, mənfi ML. Aha. Bu V'lər getdimi ixtisar? Mən buradan aldım nə? Aldım ki, MK bölünsün. Müəllimə, M-i çıxardım mötərizə xaricinə. V-ləri sala bilmərik mötərizəyə. Niyə salaq ki? Nə üçün Sala salaq? bilmərik. Yox, axı eyni deyirlər. Ona görə. MK 3 ml oldu. MK oldu 3 ml. Gəlin onu belə yazaq. MK bərabərdir 3 ml. belə. Düzdürmü? İndi hər birinin impulsunun nisbətini tapsam, yəni PK-nın PL-ə olan nisbətini tapsam. Deməli, MK nə oldu? MK oldu 3 ml, yazıram 3 ml vurulsun V. Düzdürmü? ML-in özü olduğu kimi qalır. ML vurulsun 3V-yə. 3V-yə. Düzdür? Baxın, müəllimlər, elə mən buradan aldım ki, bu nisbət 3V. Bu nisbət bərabərdir 1-ə. Düzdür? Mən bunu sizə isbat elədim, müəllimlər. Amma siz belə məsələlər görəndə bir də bu qədər yazmağa ehtiyac yoxdur.
Siz sadəcə olaraq bilin ki, ilk impuls son impulsa bərabərdirsə və daxili partlama nəticəsində əgər kütlənin nisbəti sizə soruşularsa, bəli, bu şəkildə gedib kütlənin nisbətini tapa bilərsiniz. Amma impulsların nisbəti soruşularsa, mən indi onu yazıb sizə isbat elədim ki, o birə bərabər. Onu siz yazmağa ehtiyac yoxdur. Vaxtınıza qənaət edib bilməlisiniz ki, o impulsların nisbəti elə birə bərabərdir. Məsələn, sizdə bombanın partlamamışdan qabaq, partlayandan sonraki impulsu. Yox, bir var ki, burada əgər sizə verilən impulsun bir qiyməti olsun. Onda yox. Bu verilən qiymət olanda yox. Amma başlanğıcda əgər patlamamış haldadırsa, ilk impulsu sıfırdırsa, son impulsu da bunun sıfıra bərabər olmalıdır da, düzdürmü? Çünki ilk impulsla son impuls bərabər olmalıdır, dəyişməməlidir qiymətcə. Özdə Onda burada kütləni də verməyiblər də. Müəllimə, kütləni eyni verdikləri üçün yəqin ona görədir də, düzdür? kütləni necə eyni verib? Eyni verməyib kütləni. Kütləni necə eyni Kütləyə verib? məsələn konkret qiymət verməyib də kütləyə, deməyim odur. Konkret qiymət verməsə də, siz orada məsələ şərtində lap qiymət versin. Siz bu qaydanı bir dənə yadınızda saxlayın ki, əgər başlanğıc impuls sıfırdırsa, baxın, sürət sıfırdır. Sondakı impuls da sıfıra bərabər olmalıdır. Yəni, başlanğıc sıfırdırsa, sondakı bu P1 ilə P2-nin cəmi O da sıfıra bərabər olmalıdır. Və buradan da alınır ki, P1 bərabərdir mənfi P2. Bunların nisbətini tapsan, necə taparsan? Yəni, P1-in P2-yə nisbəti elə sənə 1 verir də. O deməkdə məqsəddir. Yəni, bunu siz bir də sizə belə bir məsələ düşsə, yazmağa ehtiyac yoxdur. Siz orada artıq şifahi olaraq onu müəyyən edə biləcəksiniz ki, bu nisbət elə birə bərabər. Amma kütlələri tap deyərsə, kütləni tap üçün hesablayıb yaza bilərsiniz. Amma yazmasanız da şifahi də tapa bilərsiniz ki, bunun sürətinlə kütləsinin hasili bunun sürətinlə kütləsinin hasilinə bərabər olur. Belə.